Zelenski bu tarixdə istefa verəcək sensasyon bir iddia var, əziz tamaşaçılar. Rusiya və Amerika Birləşmiş Ştatları artıq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair razılığa gəliblər. Kiyevdən tələb olunan yalnız müəyyən sənədləri imzalamaqdır. Bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dublinski öz telegramında yazıb. Yazır ki, onlar bunu saat mexanizmi kimi oynayırlar. Faydalı qazıntılar üzrə saziş, Zaporojye Atom Elektrik Stansiyası barışıq. Bizim fikrimiz burada qətiyyən nəzərə alınmır. Onlar bizdən imza və ratifikasiya tələb edirlər. Vəssalam, siyasətçi belə deyib. O, həmçinin Ukrayna lideri Volodymyr Zelenskinin tezliklə istefa verəcəyini də iddia edib. Onun fikrincə, bu sülh sazişinə ilk imzaların atılmasından 30 gün sonra baş verəcək. Dublinski hesab edir ki, bu ABŞ və Rusiyanın tələblərindən biridir. Yəni, sülh imzalanmasından 30 gün sonra Zelenski postunu tərk edir.